Salam, xoş gördük dostlar. Deməli bir müddətdir ki, cənab Əliboş komandan İlham Əliyev və onun troll dəstəsi Ramiz Mehdiyev olayı ilə bağlı ölkə gündəmini zəbt ediblər. Hakimiyyətə yaltaqlanmaq istəyən bütün qüvvələr, iqtidarından tutmuş müxalifətinə qədər tökülüblər ortalığa Ramiz Mehdiyevi söyürlər. Ramiz Mehdiyev vəzifədə olanda ağızlarına su alıb oturanlar İndi hamısı elə danışırlar ki, elə bil ki, meydanın şiri bunlardır. Əslində isə həqiqət belədir. Azərbaycanda olan bir çox media orqanları yala hürən it kimidirlər. Ramiz Mehdiyev vəzifədə olanda Ramiz Mehdiyev onları maliyyələşdirirdi. Ona görə də onlar səslərini çıxara bilmirdilər. Ağızlarına su alıb otururdular. İndi İlham Əliyev Ramiz Mehdiyevi həbs edib, onun əmlakını müsadirə etmək istəyir. Bu trollar da, bu yala hürənlər də düşüblər ortalığa. Kimin ağzına nə gəlsə Ramiz Mehdiyevin haqqında danışır. Xalq da, biz də, hakimiyyətin özü də, Ramiz Mehdiyevin özü də nə yuvanın quşu olduğunu bilir. Bunu hər kəs bilir. Bu media orqanları isə bilirsiniz nəyə görə Ramiz Mehdiyevin haqqında bu qədər danışırlar? Çünki qorxurlar ki, hakimiyyət tərəfindən bunların yalı kəsilər. Dedim axı, bunlar yala hürən itlərdilər. Əvvəl Ramiz Mehdiyevin yalına hürürdülər, indi də İlham Əliyevin yalına hürürlər. Bunlar üçün fərq etmir. Amma əziz dostlar, mənim demək istədiyim məsələ bu deyil. Mənim demək istədiyim məsələ budur ki, İlham Əliyev ölkədə elə bir ab-hava yaradıb ki, güya korrupsiya ilə, rüşvətxorluqla mübarizə aparır. Ramiz Mehdiyevdən sonra da bir neçə dənə icra başçısını həbs edib, onların əmlakını müsadirə eləyir. İndi də AzTV-də məlum olub ki, 26 milyonluq yeyinti var. Hələ yüzlərlə orqan və idarələr var ki, İlham Əliyev, sən oranı qurdalasan, milyonlar yox, trilyonlar çıxacaq ortalığa. Sən özün bunu çox gözəl bilirsən və bütün bu korrupsiyanın başında sən özün dayanmısan. İlham Əliyev, get polis idarələri ilə maraqlan, məhkəmə idarələri ilə maraqlan, prokuratura ilə maraqlan, Müdafiə Nazirliyi ilə maraqlan. Bütün bu rüşvət və korrupsiyanı ölkədə bilməyən və öz canı ilə, öz qanı ilə bunu dadmayan elə bir vətəndaş yoxdur. Sadəcə xalqın bir hissəsi qorxusundan dinmir. Bilir ki, dinəni aparıb şərləyəcəksən. Bir hissəsi də bilir ki, səsi heç bir yerə çatmayacaq. Ona görə xalq susur. Bu məlum məsələdir. Amma əziz dostlar, bundan da maraqlısı bilirsiniz nədir? İlham Əliyev elə danışır, ölkə gündəmini elə formalaşdırmaq istəyir ki, güya bu rüşvətdən, bu korrupsiyadan onun heç xəbəri yoxdur. Mən buradan sual verirəm. Ey cənab Əliboş komandan, məgər o icra başçılarını sən təyin etməmisən? Məgər sən onları tanımırsan? Məgər onların məsuliyyəti sənin o yoğun boynunda deyil? Məgər sənin ölkədən xəbərin yoxdur? Əgər ölkədən xəbərin yoxdursa, bu sənin zəifliyini göstərir. Əgər ölkədən xəbərin varsa, deməli bu korrupsiyanın başında, bu özbaşınaçılıqların, bu rüşvətin başında elə sən özün dayanırsan. Buradan mənim sözüm xalqadır. Ay cəmaət, İlham Əliyevin bu cür danışmağına, bu cür guruldamağına inanmayın. Rüşvəti elə Azərbaycana ilk dəfə İlham Əliyevin atası Heydər Əliyev gətirib, oğlu da bugün həmin missiyanı ölkədə necə lazımdır elə də davam elətdirir. Sadəcə İlham Əliyevin bu göstərdikləri şovdan başqa bir şey deyil. İlham Əliyev, əgər sənin bu xalqa zərrə qədər canın yanırsa, o quldur, Yezidi, Kürd polislərini də yığ başına, cəhənnəm ol ölkədən hara gedirsən get. Qoy Azərbaycan xalqı özü öz başının çarəsinə baxsın. Yoxsa oyun çıxarırsan ölkədə. 2 ildən bir nəfəri həbs eləyirsən, onun malını, mülkünü, olan olmazını əlindən alırsan, 2 gündən sonra da sərbəst buraxırsan, xalqı da inandırmağa çalışırsan ki, ölkədə korrupsiya ilə mübarizə aparılır. Başına dəysin sənin mübarizən.
Azərbaycan xalqının nə durumda olduğu, nə vəziyyətdə olduğu hər kəsə məlumdur. İlham Əliyev, xalq artıq sənin bu artistliyinə, bu oyunlarına inanmır. Əgər Azərbaycanda bir neçə ildə hakimiyyətdə qalmaq istəyirsənsə, bu iylənmiş oyunlarını kənara qoyub başqa oyun fikirləşməlisən.